Bugün mənim yenə də biz yanan evlə bağlı gəlmişik plastik pəncərələrə. Görün inşallah yəqin ki burada ailəyə köməklik edəcək. İnşallah biz rəhbər yanına gedək. Görün nə deyəcək. Bəli. Və mən yəqin ki məni tanıyırsınız. Bəli, bir şey tanıyırıq. Sizin yerinizə. Bu Sarzalı kəndində yanan evə hamı dəstək oldular. Təşəkkürümüz bildiririk, minnətdarlığımızı bildiririk. Və inşallah Düyəli kəndində də ev yanıbdır. Yəni bu məcburi deyil, könüllü şəkildədir. Kim istəsə edə bilər. Yəni hərə gücü nəyə çatırsa, nə bilim biri qapı, biri pəncərə, biri nə bilim nə ürəyi kimin nəyə gücü çatırsa edə bilər. Siz də ürəyiniz nədən keçirsən nəsə edə nə köməkdarlıq, deyişsiz eləyək. Pəncərə isə nə lazımdır? Bəli, hörmətli izləyicilərimiz, bizim Tərtər rayonu həmişə qəhrəman rayondur, qəhrəman yerdir. Kəbəcər də vətənimdə, amma Tərtər belədir də, biraz çox başqa cüzdür və xətirlərimə dəyməsin. Çünki ikinci vətənimiz Tərtərdir. Bəli. Və indi inşallah inanırıq ki, hər biri, bax, dünənlərin Davudoğlu, o cümlə Tərtər İnşaat Simit göndərdi, 059, bütün nəqə, zaur, geyik, hamısı köməklik elədilər. Bu ailədə inşallah, bunlar da, bu şirkət də dəstək olacaq. Bu şirkət harada yerləşir? Polu şöbəsi, Tərtər rayonunda Nizami küçəsində Polu şöbəsinə çatmamış, plastik qapı pəncərə düzələn yerdir. Hər kəs belə insanlara xeyir vermək lazımdır ki, belə insanlar bizim qardaşlarımıza, bacılarımıza dəstək olan insanlardır. Adımız nə qədər? Xalik. Xalik bəyin yerinə, mən inanıram ki, bu çəkilişdən sonra hamı evinin qapısını, pəncərəsini bura zakaz verəcək. Çünki bu insanlar ürəkli insanlardır və o cümlədən əlindəkini xərcləməyə ürəyə gələn insanlardır. Şimdi gəl görün bura. Ev yiyəsi buradadır. Neçədə pəncərəsi, neçədən ən olur. Neçədə pəncərəsi sən köməkliyə edə bilərsən. Allah can sağlığı versin. Həyatda hər şey gəlib gedəcək. Ondan hamısı boş şeydir. Canın sağlıqsa hər şey düzələcək. Allahın köməkliyi ilə. Evlərə çıxmasın. Sağsansa hər bir şeyi qadirsən sən onu eləmək. Onu eləmişsən, yenə qədər eləmişsən, nə sonra da eləyirsən. Tamam, olsun ömrən neçədə qadan alan? 51. 51, hər kəs də eşitsin. Yəni kim istəsə zakaz verə bilər, bəli. 301. Bəli, 301, bəli. 15-13. 301 15 13 nömrəsinə hər kəsdən gelib bizim qeyrətli qardaşlarımızın adımız necədir? Xalik. Xalik bəy. Plastik qapı. Əmoğlu neçədən nə gücün çatır? Baxa hansının nə deyirsiniz? 8 pəncərədir, bir qapı. Neçəsindən gücün çatır, yenə ki buna gücün çatır. Problem deyil. Gözüm işığı, sən yenə deyirsən. Nə deyirsən, mənim əlimdə hal-hazırda bir işlim olduğuna görə, bu sənədə görə indi hesab edə bilmirəm. Yəni, bu işi bir təvə verim, nə deyirsən, problem Yəni, yox. 2 dənə pəncərə köməkliyi ilə Mən gözümüzdə, problem yox. Problem deyil ki, yəni çətinə düşməsin, ülkə düşməsin. Nə heç bir problem yoxdur. 2 dənəsi, 3 dənəsi. Neysə də nə deyirsən, odur. Neçə dənəsi olsun, əmoğlu. Gücün nəyəsə səni ziyana salmayansıdır. Mən Allah'a qurban olsun, ki, cansal olsun. Belə çıxmasın, bu həyatda bir dədə yaşayır, 5 dədə yaşarlar. Bu bizim əmoğlumuz. Məstələ. Hamısını desə, hamısını edəcək. Bir dənəsini desə, bir dənəsini. Siz də kəndələrsiniz. Bəli, mən Ağdərə rayonu Sərətlər kəndindəyim. Sərətlər gəlsanlı mən çəkdim də, o milli qəhrəman. Bilirəm. Bizdən sonra gəlmişdim. Biz orada tədbirə getdik, o tədbirlərdə... Allah rəhmət eləsin, bizim Ağdərə rayonu Sərətlər kəndində milli qəhrəmanlıqda olan o cümləli şəhidləri mən çəkmişdim. Yəqin ki, görmüşdünüz. Allah rəhmət eləsin. Qardaşımıza... Neçə nə yazdın? Yaz. 3 dənəsi yazdı. 3 dənəsi yazdım. Bəli, 3 dənə pəncərəni bizim bu qardaşımız eləyəcək inşallah. Allah canı sağ eləsin. Heç bir şey, problem yox. Ayrı 3 dənə pəncərə. Vəssalam. Pəncərə adı Xalıq bəy. Hər kəs bilsin, bizim qardaşımızdır, qeyrətlə çöllə geçsək fazla. Çölün çək, geçək, Arzuxan. Bax, belə qardaşlarımıza xeyir vermək lazımdır. Niyə xeyir vermək lazımdır? Ona görə ki, bunlar o yanan evlərə dəstək olurlar. İnşallah. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Bəli, bura yerləşir Tərtər rayonunda, Nizami küçəsində Polu şöbəsinə çatmamış 3 dənə pəncərəni, belə pəncərəni söz verdi bizim qardaşımız. Əmoğlu, real satışda nə qədərdir pəncərə? Aycan. Real satışda nə qədərdir? Neçə manat başqa adamlara? Yəni, dəyərini deyək. Sizin ölçünüz qədərdir? Dəqiq ölçülüyü yox. Dəqiq ölçülüyü yəni. Hərəsi bir ölçüdə. Problem yox. Özüm ölçü
düşüb özünün Yox, mən qiymətini deyirəm, təmin Qiymət belə bir çıxmasın, bu baxın necə Biz 1000 manata qədər inşallah bu qardaş dəstək oldu. Təşəkkürlər, minnətdaram. Allah canı sağ eləsin. Allah falan sağlasın qardaş. Allah'ım. Nömrəm düşdü sizə. Yanımdan götür. Hə.